Dərsimiz faydalı qazıntılardır. Deməli, faydalı qazıntılar ümumiyyətlə təbiətdə yaranan süxurların üç növü var. Bu maqmatik, metamorfik və çökmə mənşəli süxurlardır ki, bunların da tərkibindən, bu süxurların tərkibindən bu faydalı qazıntılar çıxarılır, belə deyək, əmələ gəlir. Əsasən bərk maqmatik mənşəli, metamorfik mənşəli faydalı qazıntılarda əsasən filiz faydalı qazıntılar daha çox üstünlük təşkil edir. Çökmə mənşəli faydalı qazıntılar isə, çökmə mənşəli süxurlarda isə daha çox yanar faydalı və qeyri-filiz faydalı qazıntılar ümumiyyətlə üstünlük təşkil edir. Ümumiyyətlə faydalı qazıntıların, yəni bu yeraltı sərvətlərin 3 əsas, belə deyək də, növü var. 3 ehtiyata bölünür, 3 əsas növü var. Bunlardan biri filiz faydalı qazıntılardır. Yəni bu filiz faydalı qazıntıların tərkibində maqmatik süxurlar daha üstünlük təşkil edir. Yəni maqmatik mənşəli süxurlardan yaranır bu filiz faydalı qazıntılar. Yerin dərinliklərində ağır, bərk, intruziv süxurların təsiri ilə əmələ gəlir. Bu filiz faydalı qazıntılara biz harda daha çox rast gələ bilərik? Daha çox belə deyək də, dağlarda, denudasiyon mənşəli düzənliklərdə biz belə deyək, bunlara rast gələ bilərik. Yəni filiz faydalı qazıntılara rast gələ bilərik. Və əsasən zəngin dəmir filizi ehtiyatından məşhur olan ərazilərimiz var. Məsələn, Ural dağları, Skandinaviya qədim dağlar, Braziliya yaylası, Qərbi Avstraliya yaylası, Dekan yaylası, bayaqlarda dedik, dağlarda və denudasiyon mənşəli düzənliklərdə bunlar üstünlük təşkil edir. Digər filiz alüminiumdur. Alüminium boksit, alunit və nefelin kimi minerallardan təşkil olunur. Boksit, alunit və nefelin tərkiblidir. Ən iri alüminium xammal yataqları məsələn Braziliyada, Böyük Çin ovalığında, Şimali Avstraliya, Qviyana düzənliyində bax bu kimi ərazilərdə rast gəlinir. Mis yataqları əsasən iki regionda, Ant dağlarında, bir də ki Mərkəzi Afrikada yerləşir. Cəmi Şərqi Asiyada isə əsasən qalay, wolfram qurşaqları, Carda və ABŞ-da isə Car nə deməkdir? Yəni Cənubi Afrika Respublikası qızıl ehtiyatları ilə seçilir. Qeyri-filiz faydalı qazıntılarından isə əsasən yer qabığında da daha çox geniş yayılıb bunlar. Məsələn, Şimali Afrikada, Şərqi Avropada, Böyük Çin düzənliyində, Florida yarımadasında apatit və fosforit yataqları ilə zəngindir. Yəni bunlar qeyri-filiz ehtiyatlarından olan apatit və fosforit bu ərazilərdə, yəni Şimali Afrika, Şərqi Avropa, Böyük Çin, Florida yarımadasında yayılıb. Bir də yanar faydalı qazıntılar var. Bu da çökmə mənşəlidir. Ovalıqlarda, düzən ərazilərdə, yəni şelf zonalarında üstünlük təşkil edir. Bunlardan da neft və təbii qazdır. Ən mühüm yataqlar İran körfəzi, Qərbi Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi, Meksika körfəzi kimi əraziləri əhatə edir. Bununla yanaşı daş kömür yataqları da var. Məsələn, ən çox Şimali Amerikada Appalats dağları, Şərqi Avropa düzənlikləri, məsələn, Almaniya kimi, Polşa kimi ərazilərdə daha çox üstünlük təşkil edir. Dekan yaylası, Orta Sibir yaylası, Cənubi Afrika, Şərqi Avstraliya və Böyük Çin yaylaları, Böyük Çin düzənliyi bu ərazilərdə belə deyək, nə olub? Bu daş kömür yataqları var. Burada da biz bunun bölgüsünü görürük. Məsələn, faydalı qazıntılar filiz, qeyri-filiz yanar. Filiz özü də qara metal, dəmir, bir də əlvan metal, alüminium, mis qalaya bölünür. Qeyri-filiz kimya xammalı kimi, məsələn, kükürt, apatit, fosforit, kalium duzu, tikinti materialı kimi əhəngdaşı, gips, mərmər, qum, çınqıl, qiymətli daşlar kimi yaqut, sapfir, zümrüd, kəhraba kimi, bir də yanar faydalı neft, daş kömür, təbii qaz, torf, şist, bax bunlar ümumiyyətlə aiddir. İndi isə gəlin bunları xəritə üzərində hansı ölkələrdə hansı ehtiyatın yerləşdiyini baxaq. Demək, öyrənək. Neft ehtiyatı ilə fərqlənən ölkələrdən, məsələn, ABŞ, Meksika, Venezuela, Böyük Britaniya Şimal dənizi daxilində, Şimal dənizi hövzəsi daxilində, Norveç, sonra Əlcəzair, Liviya, Nigeriya, Ərəbistan, İraq, İran, Rusiya, İndoneziya kimi ölkələr neft istehsalı ilə fərqlənən ölkələrdir. Qaz istehsalı ilə fərqlənən ölkələr, qaz istehsalında, təbii qazın istehsalında ABŞ, Kanada, Meksika, Əlcəzair, Rusiya, İran, Qətər, Türkmənistan, Niderland,
kimi ölkələr bura daxildir. Daş kömür ehtiyatı məsələn ABŞ, Kolumbiya, Çar, yəni Cənubi Afrika Respublikası, Avstraliya, Hindistan, Çin, Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Polşa bu ərazilər. Bax burada da yataqların adları verilib. Rusiyada Peçoro, Moskva ətrafı, Lena, Tungusk, Kansk və s. Ukraynada Donetsk, Donbas, Qazaxstanda Qaraqanda, Ekibastuz, Özbəkistanda Argen, Şargun, sonra Çində Puşun, Cənubi Afrika Respublikasında Kap, ABŞ-da Appalaç, Almaniyada Rusar qonur kömürü, Çexiyada Karvin, deməli Türkiyədə Zonguldaq, Ereğli, Hindistanda şimal-şərq hissəsi, Polşada Sileziya, Avstraliyada şərqi hissəsi, Böyük Britaniya Midland və Kolumbiya ərazisində daş kömür ehtiyatları vardır. Dəmir filiz ehtiyatlarına görə də yenə də yaylaların, qədim dağların yerləşdiyi ərazilərdən olan ölkələrdən ilə Kanada, ABŞ, Braziliya, Liberiya, Çar, Hindistan, Çin, Qazaxstan, Rusiya, Ukrayna, Avstraliya kimi ərazilərdir. ABŞ-da məsələn yuxarı göl ətrafı, Rusiyada KMA, Ukraynada Krivoy Rog, Qazaxstanda deməli Kostanay, bir də İsveçrədə Krino, Azərbaycanda Daşkəsən, Dəmiroğlu və Hamamçay daxildir. Sonra boksit ehtiyatına görə Braziliya, Rusiya, Çin, Avstraliya, Fransa, Macaristan, Gvineya daxildir. Burada da Yamayka, Guyana, Surinam da boksit ehtiyatı ilə fərqlənir. Meşə ehtiyatlarına görə bunlar qeyri-filiz ehtiyatlardır. Məsələn, burada Rusiya, Finlandiya, İsveç, Norveç, Kanada, Braziliya, Venezuela, Gabon, Kongo, İndoneziya, Malazya. Sonra mis qurşağı Kongo, Zambiya, Peru, Çili ərazilərində daha çox üstünlük təşkil edir. Bəzi faydalı qazıntıların göstərir bu xəritədə. Kuba ərazisi əsasən nikellə məşhurdur. Kuba, yəni burada var, istehsal olunur. Türkiyə ərazisində xrom, İsveç ərazisində dəmir filizi, Türkmənistanda Glauber, Qarabağaz göl belə deyək, körfəzindən çıxarılır. Glauber duzu. Sonra fosforit Florida, Mərakeş ərazisində, qalay Wolframda İndoneziya, yəni Cənubi-Şərqi Asiyada yerləşir. İndi bəzi faydalı qazıntıların işarəsinə baxaq. Görürsünüz, neftin işarəsi bu formadadır. Bax, bunu yadımızda saxlayaq. Təbii qaz bu formada, daş kömür bu formadadır. Qonur kömürü kvadrat, onun içərisində xətlər. Fosforit ehtiyatının işarəsi budur. Apatit ehtiyatının işarəsi budur. Dəmir filizi, boksit, alünit, bunlar hamısı alüminiumun xam malıdır. Titan bu formada, nikel üçbucaq içərisində tərs üçbucaq. Sonra deməli manqan işarəsi budur, xrom işarəsi budur, qala işarəsi budur, mis budur, qızıl budur. Bu isə uranın işarəsidir. Yəni bunları müəyyən qədər öyrənmək bunlar vacibdir.